Nissan Sunny markalı maşındır. VIN kodu var. Bir neçə ilin öncə alınmış maşındır. Amma VIN kodu vurursan heç bir məlumat çıxmır. Avtomobilin VIN kodu var, amma yoxlayanda heç bir məlumat çıxmır. Xaricdən gətirilib ölkəmizdə satılan bəzi avtomobillərdə belə problem aşkarlanır. Ustalar deyirlər ki, bəzi işbazlar uzun müddət istifadə edilən, vurğu olan avtomobilləri rahat satmaq üçün bu üsuldan istifadə edirlər. Belə hallara ən çox da Amerika və Koreya bazarından satış məqsədi ilə gətirilən avtomobillərdə rast gəlinir. Yürüşü çox olduğundan alverçilər ucuz qiymətə aldıqları həmin nəqliyyat vasitələrini ölkəyə gətirib kilometrajını azaltmaqla satışa çıxarırlar. Hətta $15-17 ödəyərək avtomobilin keçmişini də sildirirlər ki, alıcı məsələdən xəbərsiz qalsın. Avtomobil elektriki Xaliq Əliməmmədovun sözlərinə görə avtomobillərin keçmişi ilə bağlı məlumatlar bir çox saytlardan silinsə də servisində qalır. Avtomobilin əgər yürüşü deyək ki, şübhəli haldadırsa, saytlardan çəkilibsə də, bəli, saytları bizim gördüyümüz saytlar, hansı Bitfax-da, Encar'da, Google üzərindən bunları silmək mümkündür. Amma avtomobilin xaricdə qulluq olan sahədə, belə deyim ki, sığortada əgər mühərriki dəyişibsə də, deyək ki, sürətlər qutusu dəyişibsə də, orada avtomobil qulluğu haqqında kilometrajlar yazılır, yürüşlər yazılır. $10, $15, $20 civarında ödəniş eləyirsən və oradan avtomobilin ümumi TTX haqqında məlumat toplamaq olar. Xaliq Əliməmmədov deyir ki, xüsusi texniki müayinədən sonra bəzi avtomobillərin kilometrajının nə qədər geri çəkildiyini də müəyyən etmək mümkündür. Avtomobilin ümumi araçlarına baxırsan ki, cihazlar lövhəsində olan yürüşlə, misal üçün, mühərriki idarəetmə mərkəzi, hansı ki, beyin deyirik, beyində və BCM, body control modudur, idarəetmə mərkəzi, hansı ki, maşının interyeri və eksteryerini, yəni iç və çöl tərəfində işıqların blokları var. Nəinki işıqlarda, yəni qapıları açmaq, bağlamaq, onları da təyin eləmək olur ki, avtomobilin yürüşünü çəkilib ya çəkilmədiyini və yaxud da elə bir sahədə çəkilə bilər ki, sən onu araşdırarsan ki, yəni düzgün çəkilib, amma baxırsan ki, lazım olmayan yerlərə toxunuşlar olubdur, budur. Ustalar deyirlər ki, avtomobilin yürüş məsafəsinin böyük olması gələcəkdə texniki problemlərin ortaya çıxa biləcəyindən xəbər verir. Bu da avtomobilin satış qiymətini aşağı salır. Buna görə də avtomobili satışa çıxaran bəzi şəxslər kilometrajı saxta yolla geri çəkməyə və maşının qiymətini artırmağa çalışırlar. Odur ki, avtomobil alarkən bu nüanslarla bağlı yoxlanılması vacibdir. Kənan Qafar, Şəhla Poladova, Cəfər Qasımov, Xəzər xəbər.